Verilişin baş sponsoru Artego saça qulluq vasitələri. Verilişin baş sponsoru Əhməd Çay. Verilişin sponsoru Dəniz Mebel Salonu. Dəniz Mebel, evlərimizin seyirləyici güşəsi. Verilişin sponsoru Melisa Group Yaşayış Kompleksi. Verilişin sponsoru Art Decor. Şirin sözlerin yalandır her şeyin inan. Ama sen deme kurduğum hayal evvelinden yalan. Senli dünyamın yokmuş anlamı, söyle çaresi var mı? Ama ben her an sevdim her zaman, indi sensiz olar mı? Sevginin yolu yalanlarla doluymuş dolu. Bin bir hayal kuran yüreğim duymuş sana. Ey yüreğim, bu kadar gemi çekecek gücün var mı? Eğer unut yeniden başlayan bu kalp acıyla yaşar mı? Şirin sözlerin yalandır her şeyin inan. Ama sen deme kurduğum hayal evvelinden yalan. Senli dünyamın yokmuş anlamı, söyle çaresi var mı? Ama ben her an sevdim her zaman, indi sensiz olar mı? Sevginin yolu yalanlarla doluymuş dolu. Bin bir hayal kuran yüreğim uyumuş sana. Ey yüreğim, bu kadar gemi çekecek gücün var mı? Eğer unut yeniden başlayan bu kalp acıyla yaşar mı?
geçecek gücün var mı? Değil unut yeniden başlayak bu kalp acıyla yaşar mı? Yürek yaşananları unutacak gözüm var mı? Eğer inanamaz bilir o bu kalp acıyla atar mı? Bitti mi? Bitti. Bitti. Bayaqdan salamlaşa qalmışam. Gününüz aydın olsun əziz gözəl izləyicilərimiz. Burada bir hava var ki, inanın. Ehtiyac yoxdur onları elan eləməyə və ya sizə təqdim eləməyə. Bəli, Siyaviçkalar bugün qonağımızdır. Bugün Təşəkkür edirik. bayram əhval-ruhiyyəsi həyat tərzində var və artıq düşünürəm ki, bir neçə saatlar qalıbdır. Bir neçə gün deməzdim, artıq saatlara keçmişik. Çünki yeni ilin astanasındayıq. Düşünürəm ki, elə üzümüzdə gələn yeni il sizə uğur gətirəcəkdir. Çünki elə bu artıq bu proqramlarımızdan da, bu verilişlərdən də sizin evlərinizə gözəl abu-hava və gözəl həyat tərzi gəlir. Gününüz bir daha aydın olsun. Biz gəldik. Düşünürəm bizə baxırsınız. Həyat tərzinə baxırsınız. Çünki saatlarımız 14:30 göstərir. Canlı-canlı evlərinizdəyik. İstəsəniz də, istəməsəniz də bizə baxırsınız. Çünki biz gəlmişik. Belə 510-38-04 nömrələrinə zəng vurub həm söhbət olacaqsınız bizimlə. Çünki elə bir komanda bir gün qonaqdır ki, mütləq olaraq sözünüz olacaq. Siyaviçkaları tanıdınız, bildiniz ki, artıq Hər vaxtınız qonaqdılar. xeyir olsun. Buyurun. Lamia xanım, çox gözəlsiniz bu günləri. Hər Doğrudan zaman sizin gözəlsiniz, üçün amma bugün bəzənmişəm. xüsusi gözəllik. Yəqin biz varıq onun üçün. Bəli, sizin üçündür. Təşəkkür Biz edirik, çox deyərkən sağ olun. düzdür evə dava salmaq istəmirəm. Yəqin ki 4 gözəl bəy burdadır. Onun üçün Lamia xanım lap şıq görünür. Bu nə idi belə? Onda mən alqışlayın əziz bəylər. Son günlərində. Ayşə xanım, Əslində xoş əziz gəlmişik. tamaşaçılar, xoş Azər gəlmisiniz. müəllim buradan izləyir. Azər müəllim dava salmaq istəmirəm. Ailə. Yox, bizdə dava söhbəti yoxdur. Amma bu 4 gözəl bəy doğrudan da niyə gəlib görəsən? Badan bir boz deməyə. Kimdilər? Onlar aktyor qrupasıdır. Onlar bu günlərdə 3 Badan Bir Qoz adlı filmin prezentasiyası olacaq. Bu film sizin üçün çəkilibdir. O filmin baş rollarının aktyorlarıdır. Özünüzü Bəli. təqdim edin uşaqlar. Xoş Amma mən gəlmisiniz. mütləq qeyd etmək istəyirəm ki, yəqin ki, sosial şəbəkələrdə tez-tez olan insanlar bu uşaqlarımızdan xəbərdardırlar, çox istedadlıdırlar və mən çox sevinirəm ki, bugün bunlarla bərabər buradayıq. Ona görə ki, yox ha, mən sizdən xahiş eləmişəm. Sadəcə doğrudan da çox istedadlılar, onun üçün sevə-sevə bugün bərabər Bəlkə heç gəlmiş. mən deməyəcəkdim, sən xahiş eləmişsən. Bu nə idi açıqladın? Bəlkə deyəcəkdim, özüm dəvət eləmişəm. Belə, əslində uşaqlar, bu gün Instagramda paylaşmışsınız ki, həyat tərzindəsiniz. Mən studiyadaydım, uşaqlar mənə göstərdi ki, bu uşaqlar sizin qonağınızdır. Dedim, məni tağ eləməyiblər. Ona görə də mən sizi tanımamışdım. Kim idi Instagramda paylaşan? Niyə məni tağ eləməyib? Əvvəla salamlayıram Buyurun. sizi. Ekran qarşısında oturan tamaşaçıları da salamlayıram. Bəli, Altun. Altın. Siz də like elə, like gördərdənsiniz deyəsən. Deyirsiniz mənə taq eləmə. Yox. Mənə göstərirlər ki, sizin verilişlərdə deyirəm, mənə gəlməyib. Mən daşımışam Instagram baxıram, deyirəm, məni heç tağ eləməyiblər. Xəbərim yoxdur verilişdə kim var. Vallahi heç biz də sizin adınızı bilmirik. İnanın səmimiyyətimə. Niyə? Yəni biz adınızı belə bilirik. Instagramda Niki Instagram- bilmirik. elə Lamia Ələkbərova. Lamia xanım belə Vəssalam. bilirik. Gözəl aparıcımız. Dedim, bəlkə Amma tanımırdınız, Niki tanış bilmirik ki, ora taq eləyək vallahi. İndən sonra Altun, Reklam hər şey arası normaldır. zəhmət Hər şey olmasa. normaldır. Əslində biz bugün ilk olaraq tanış oluruq. Qızlar o qədər sizi tərifləyib ki, düşünürəm uşaqlar sizi tanıyır, tamaşaçılar Sağ sizi olsun. tanıyır və ən əsası siz gözəl aktyorsunuz. Hər şey hələ sizdə qarşıdadır. Altun, Məndən. Rəsul hansınızsınız? Rəsul. Rəsul. Buyur Rəsul. Çox sağ olun Lamia xanım. Mən də əvvəla ekran qarşısında olan tamaşaçıları salamlayıram. Həyat tərzi verilişin heyətini salamlayıram. Rəsul Abbasov. Xoş gəlmisiniz Çox sağ olun, xoş Rəsul gününüz Abbasov. olsun. Deyimmi soyadlarınızı da? Problem yox. Altun Mehdiyev, Rəsul Abbasov. Sabir Samiroğlu. Sabir. Mən Sabir, ən çox desən sən sosial şəbəkədə məşhursan, hə? Yoxsa? Yox, mən sosial- Hansınızsa daha keçəcəm onda. Buyur. Tamaşaçılarla salamlar. Mən də hər kəs salamlayıram, siz də salamlayıram, bütün heyəti salamlayıram. Çox sağ ol. Çox sağ ol və Mənsur. Mənsur sən idin. Salamlayıram sizi, Bizim təşəkkürümüzü efirimizi bildiririk. reklam eləyən Instagramda. Yox, mən eləməmişəm, üzr hesab edin. Onu kim eləyib? Altın özü. Üçünüz də. Üçünüz, ha. Çünki mənə göstərdilər, dublajdaydı. Şirar Aha. şey. Mən də öz təşəkkürümü bildirirəm dəvətiniz üçün. Çox sağ olun. Təşəkkürlər. Aha. Gözəl müğənnilərimizi salamlayırıq.
Təşəkkür edirik, çox sağ olun. Buyur Mənsur, buyur Əslində tamaşaçılar. tam səmimi deyim. Baxın, aktyordular, ondan sonra komik videolar çəkirlər, güldürürlər bizi, amma həyatda çox ciddidirlər. Mən sizə bunu istəyirəm. Birinci dəfə bunları görəndə deyirdim, bunlar görəsən nətər güldürürlər Yox, adamı. inanmıram. Amma ciddidirlər Qəlbində biraz zarafat olan insanlar həyatda o qədər də ciddi, yəni həmişə güləriz olarlar hər halda, deyilmi uşaqlar? İnan elə Yoxsa- içimizdə ən ciddisi Rəsul bəydir. Hə, bir dənə belə qaşıqa bax. Necə ciddi, ciddi necə olursan. Belə. Baş sponsorumuz Əhməd Çaydır. danışın, Gələn kimi hamı danışın. soruşdu, çay varmı? Havalar soyuqdur. Tort Əlbəttə da ki, həyat gətiriblər, tərzinə çay gəlsən çay olmalıdır. olmur. Tortu kim gətirib? Uşaqlarım gətirib. Tort sizin gətirmisiniz. üçün, hə. Ay, nə gözəl. Hardan bildiniz ki, biz tortu sevirik? Biz bildik ki, qəşəng çay olacaq. Qızlar Dadlı deyil. çayımız varsa Rövşən demək. deyir, qızlar deyib. Yox, qızlar deməmiş. Qızlar demədi, özünüz aldınız gətirdiniz. Özüm- Qızlar dedi qənd gətirin, biz də. Bilirsən, qızlar ev yox, zarafat eləyiblər də, istədirsən şokolad gətirin. Belə, əslində əziz tamaşaçılar, Əhməd Çay haqqında bir balaca da olsun danışacağım. Daha sonra çayımızı sizə təqdim edəcəyik. Yəni, qonaqları çay süfrəsinə dəvət edəcəyik. Artıq, belə deyək, hər şey hazırdır. Sadəcə bir balaca danışandan sonra mən sizə çaylarımızı süzəcəm və Əhməd Çay 1986-cı ildən istehsala buraxılıb, bilirsiniz, İngiltərədə, 96-cı ildən isə Azərbaycanda satışdadır. 80-dən çox ölkələrdə Əhməd Çay satılır və hər bir kəs Əhməd Çayın dadını bilir. Əhməd Çay içirsinizmi? Təbii ki. hər Əhməd Çayın ən çox jasmin çaylarını sevir xanımlar. Bəylər də sevir. Xanımlar niyə dedim? Yox, xanımlar ona görə dedim ki, Xanımlar jasmin deyir, bəli deyirsən. arıqladır ona görə. Bəylər arıqlamaq istəmir, xanımlar arıqlaması. Bir problem xanımlardadır. Və yaşıl çay var. Əslində Seylon çayını daha çox sevirlər. Bəylər Seylon çayı sevir. Buna nə desəz bəli deyəcək. Bu gündən etibarən Seylonsa. Seylon çayı. Amma mən sizə Earl Grey verəcəm. Ona görə biraz sonra Əhməd çayın dadına da baxacağıq, içəcəyik. Amma yeni il qabağı kampaniya keçirilir. Marketlərdən və ya dükanlardan Əhməd çay istəyən sadiq alıcılar üçün həqiqi 30% endirimlərimiz var. Belə ki, həm endirimlərdən yararlanın əziz tamaşaçılar, həm də ki, sadiq alıcılar ona görə dedim ki, sadiq alıcılar Əhməd çayın qiymətini bilir. Ona görə də artıq 30% endirimin də qiymətini bilirlər. Bu həqiqi endirimlərdir. 31-nə qədər elə bizi Əhməd çay sevindirir öz endirimləri ilə. Amma siz də sevindirəcək. Çay alan hər kəs endirim qazanacaq, amma evdəkilər hədiyyə qazanacaq. Odur ki, çay alarkən mütləq soruşun, bəs hədiyyəm hanı? Əhməd çay dadlı çay, gözəl çay. Deyir ki, oxşatmaq mümkün deyil, əvəz eləmək ümumiyyətlə mümkün deyil. Odur ki, nə oxşatmaq olur, nə əvəz eləmək olur. Odur ki, Əhməd çay içənlər artıq Əhməd çay içir və artıq çaylarımız gələcək biraz sonra və mən mütləq sizi çayla qonaq edəcəm çaya. Amma biraz danışaq. Hə? Nətər dedinizsə içmək istədim. Bunun elə gözəlliyi də bundadır ki, indi mən sizə çayı təqdim edəndən sonra siz mənə deyəcəksiniz, Altun deyərsən mənə dadlıdır yoxsa yox, yaxşımı? Siz tərifləyirsinizsə dadlı Mən olacaq. tərifləyirəmsə dadlıdır, can. Hə, Sağ ol, Seviçkalar, Altun. necəsiz? Çox sağ olun, yaxşı Nə olasınız. işlərlə məşğulsuz? Konsertə Konsertə, ay, hazırlaşırıq. sağ olun. Amma konsertlə yanaşı da əslində burada yığışmağımızın hər birimizin səbəbi odur ki, yanvarın 12-sindən sonra, qala gecədən sonra aparıcı sözümüz Yanvarın olacaq. 12-si qala gecəmiz olacaq. Bəli. Nizami kinoteatrında. Mən deyək də, niyə deməyə uşaqlar gəliblər. Hamısı Deyil, gözəl. nə deyil, Əziyyət ürəklə. çəkmisiniz. Nizami kinoteatrında. Nizami kinoteatrında bəli, yanvar ayının 12-sində 12-sində. qala gecəmiz olacaq və həmin gecənin Dəvətnamə möhtəşəm hanı? aparıcıları. Kimdədir dəvətnamə? Məndədir. Dəvətnamə. Bax, canlı dəvətnamə Dəvətnamə alın. bəli, Bir dənə. canlı. Yox, bir dənə hələlik pavilyonda siz studiyada bir dənə sizsiniz, ona görə bir Aha, dənə. satışda varmı biletlər? Yoxsa hamı Xeyr, dəvətnamə ilə dəvətnamə gələcək? hamı dəvətnamə ilə gələcək. bəli. Onda dəvətnamə bizə çatıb, sizə Bəli. əziz tamaşaçılar, sizə qalıb, o qalır İnşallah ki, daha gözləyirik sonra sizdə yanvar ayının. qaladan sonra, yəni orada olacaq da baxış, yəni gedib baxa bilərlər. Bəli, təbii ki, yanvar ayının 12-sindən sonra. 12-sindən qala gecəsindən həmin gecə qala dərhal sonra bəli seanslar olacaq. Seanslar olacaq. 3 badam, 1 qoz. 3 badam, 1 qoz. Bəli, 3 badam, 1 qoz.
Və söz verdiyimiz kimi gəlmiş Estetika Gözəllik və Sağlamlıq Mərkəzində Gülə Şərifovanın yanında. Gülə xanım, xoş gördük. Xoş gördük Sulamiyə xanım. Bugün də istəyirik sizə Kriolipolis haqqında biraz məlumat verək. Xanımlarımız sağ olsun çox razıdırlar, yavaş-yavaş arıqlayırlar. Bu xanımız isə bizdən çox razı qalıb. Artıq son seansıdır bu günlərim, 7-ci seansı. Ana olandan sonra bir balaca figurasında deformasiya olmuşdu. Qalifa, yəni bud nahiyəsində və qarında piyləri, qarın piyləri əmələ gəlmişdi. Çox gözəldir. Çox necə deyirlər, çox xoşbəxtəm və rahatam ki, istədiyim bədən quruluşuna nail ola bildim. Yəni ana olandan sonra mənim qarın nahiyəmdə və bud hissəmdə biraz kobudluq, biraz enəlmə olmuşdu. Amma bu Günarə xanımın sayəsində və sizin sayənizdə, sizin verilişdə görüb Günarə xanıma müraciət elədim və çox razıyam. Həqiqətən istədiyim bədən quruluşunu əldə elədim. Sağlam arıqlamadır Lamiyə xanım. Yəni yeyərək, az-az ye, tez-tez ye, ac qalmadan. Yəni filan şey olmaz, o biri şey olmaz. Diyeta saxlamaq söhbəti yoxdur bu işdə. Kriolipolis artıq özü başına pasientkalarımızı arıqladır, istədiyi figuraya salır. Buna bölgəsəl arıqlama deyirlər, bölgə-bölgə. Bu yaşıl işıq o deməkdir. Yaşıl işıq soyuq deməkdir. Soyuq artıq krio deməkdir. Krio soyuq deməkdir. Yəni kriolipolis, lipolis yəni liposuction'a alternativ olan bir şeydir. Krio da soyuq. Soyuq hava ilə arıqlatmaq, bəli. İçində qaynayan piy deyil. Çox adam elə bilir o piydir, o piy deyil. O gliserindir. Bu mendil də yəni belə deyək də təmasda yandırmasın bədəni. Arasında olan mendil təmas yaradır. Bundan sonra ütü. Neçə oynayır arıqlamaq, bunların arıqlamaq prosesində çox böyük oynayır. Yəni korreksiya eləyir figuranı. Neçə dəqiqə deyək ki, bax bu proses gedir? 60 dəqiqə. Hər nahiyə 60 dəqiqə, yəni 1 saat. Bəli, qollar, məsələn 2 qol, 1 saat bu qolunda, 1 saat bu qolunda. Buddardırsa 1 saat bu budunda, 1 saat o biri budunda. Prosedura, yəni bir seansı 60 dəqiqə ilə tamamlanır. Neçə prosedur gəlməlidir ümumiyyətlə? Düzdür, sual verirlər. Orqanizmadan, bir də piy qatlarından, qadını mən görmədən, pasientkanı görmədən mən onu deyə bilmərəm. Özünüz bilirsiniz, Azərbaycan dilində ən kriolipolis bir nömrədir, arıqlatma sağlam və ağrımadan, ağrı yox, kəsik yox, qansız, acısız, ağrısız bir gözəl arıqlama növüdür. Onun üçün də buyurub gəlsinlər, Hasant yolundan yeyə arıqlasınlar. Belə, əslində o qədər deyib güldük ki, reklam arası. Çox güldük. Amma belədir, harada ki bu komanda var, orada təbii ki deyib gülmək var və əziz tamaşaçılar, buradan təşəkkür edirik bizim Gülə xanım Şərifovaya. Gülə xanım, ye arıqlamaq. Bu yeni ildə hamı tort yeyəcək, tortumuz da gəldi. Göstərə bilirim uşaqlar. Uşaqlar sözlərinə sadiqa 3 badam bir qoz tortunu da gətirdi. Bəli, baxın, gözəl həyat tərzi yazıblar. 3 badam, mən əslində çox ağırdı, mən götürə bilmirəm. Aha, çəkirsinizmi? Göstərin bu gözəl tortu. 3 badam bir qoz həyat tərzində, Lider TV-də. Təşəkkür edirik. Və elə bu arada mən deyim ki, elə bu tortlardan da yeyəcəksiniz. Bu yeni ildə bol-bol yeyib, amma həm də arıqlayacaqsınız. Deyir, ye arıqlamaq istəyirsinizsə, onda gəlin bizim yanımıza. Onda qızlar getmişsiniz də siz arıqlamağa. Amma arıqlamağa yox, siz getmişsiniz sadəcə Gülə xanımla salamlaşıb çay içməyə. Biz də oradan da tanış olmağa getmişdik. Bilirəm. Bir neçə dəfə də hətta mənə düzdür deyirdi ki, bu aparat yəni ki biraz piylərdən əziyyət çəkənlərə var. Artıq bölgəsəl də, yəni harda artıq piylər varsa orada. Nəsə 2 dəfə güc balayla istədim görüm harda var. Getdiniz çay içdiniz, başınız qarışdı deyib gülməyə. Gülə xanım elədi. Amma nəticəsindən xəbərim var. Bilirəm, yəni gözümün qabağında Göz qabağında müştərilər Nazilə olur. xanım Səfərlidir. O günü Pünhan müəllimin oğlunun toyuydu. Orada gördüm, tanımadım. Arıqlayıb. Deməli, nədir bunun sirri? Mütəmadi olaraq getmək lazımdır. Mütəmadi olaraq da getdi. Nazilə xanım getdi, sözün üstünə durdu. Xeyli vaxtda arıqlayıb kilo veribdi. Və buradan təşəkkür edirəm bir daha. Gülə xanımı salamlayaqmı? Siz də Salamlayıram. Gülə xanım Şərifova və Estetika Gözəlliyi və Sağlamlıq Mərkəzinə istədiyiniz vaxt gedə bilərsiniz. Mən söz verdim, sözümün üstünə dururam. Tortumuz gəldi, çayımız da gəldi. Mən sizə Əhməd çay süzəcəm, qızlarsa oxusun. Razısınızmı? Razıdır. Bəylər razıdır.
təşəkkürlər. Qızlar, nə Ay, gözəl çox mahnıdır. sağ olun. Təşəkkür edirik. Bilirəm Eşitməmişdim bunu. sponsorlardan danışmalıyıq, amma ki mən buradan təşəkkür etmək istəyirəm. Hardan Hacı bildin? Nazim musiqisi və Hacı sözləri. Nazimindir. Bəli. Sözləri Leyli xanım, Leyli musiqisi xanım, bəli, Hacı çox Nazim. üzr istəyirəm. Çox yenidir, Mənə mən də eşitməmişdim təşəkkür sizdən. Əslində Remix. bunun sakit bir slow variantı artıq klipdə çıxıb, amma bunu bizim üçün hədiyyə Moskvada ediblər. Kim Onu da edib? bizim dostumuz Baxa hal-hazırda yəqin ki bizi Salamlayırıq. izləyir. Mən Instagramda salamlayırıq. dostluğum var, Baxanı Salamlayırıq. tanımıram, amma tanıyacağım bu günlərdə. Amma- Çünki konsertinizə gələcəm. İnşallah. Amma Nuri'nin Açıqlama də verdim. mahnısını inşallah aranjman ediblər. Yəqin ki Mən eşitdiniz. onu Rusiyadan mənə bir göndərmişdi sosial Səslənib də, şəbəkədə, bəli. Instagramda göndərmişdilər. Hansısa klubda artıq Bəli, eşitdim. Moskvanın ən Remix məşhur eləyiblər. klublarında səslənir. Buradan salamlayırıq. Rusiyada yaşayan bütün Salam Azərbaycan veririk. yerlərimizi Yeri salamlayırıq. Bayramları gəlmişkən mübarək üzr olsun salamlayırıq. deyirik. Üzr istəyirəm, elə bizim filmdə də əməkləri böyükdür onların. Baxanın. Baxan, Nəsgərin. Bəli, buradan salamlarımızı çatdırırıq. Elə olar. Bəli. Biz də salamlayırıq, təşəkkürümüzü bildiririk. İnşallah ki, mən sizin konsertə gələndə tanış olarıq. Konsert nə vaxt idi? İnşallah. Yanvar ayının 28-i. Yanvar ayının 28-i bizə Aha. hal-hazırda mən bilirəm ki, lider telekanalını Rusiyada Rusiyada hədsiz izləyir, dərəcədə çox izləyirlər. Buradan hər birinizi yenə də salamlayırıq. Bayramınız mübarək olsun və Moskvada və Moskva ətrafında yaşayan bütün həmyerlilərimiz. Hər birinizi yanvar ayının 28-i Moskvada gözləyirik solo konsertimizdə. Sözsüz ki, orada bizimlə yanaşı bizim sənət dostumuz Elton olacaq xüsusi qonaq. Aha. Gələcəksizmi konsertə? Dəvət Hamı eləsək. gələcək. Əslində, Dəvət eləsəz əslində gələcək. bəli, İnşallah. əslində mən də orada olacağam, çünki gələcəm. İnşallah. Gələcək. Çünki gələcəm. Niyə gedəcəm onu daha Bilet sonra, bol, bir sən neçə neçə gün sonra gələrəm. açıqlayacağam, yeni ildən Bəli, sonra. bəli. Amma orada olacağıq. Hamımız uğurlar olsun qızlar. Mən ümumiyyətlə özünüz bilirsiniz, Çox sağ olun. konsert sevən insanam. Yəni çox çalışıram ki, həmişə Nurinin konsertlərindən artıq görürsüz də. Yəni Bəli. hər zaman xoşlayıram ki, böyük səhnələrdə konsertlər olsun və mən alqışlayıram. Ancaq və ancaq alqışlayıram. Yeri gəlmişkən Təşəkkür Samira xanıma da təşəkkür düşür. Çünki bu konsertin belə deyək də bizə təklifini Samira xanım verib. Onun üçün çox sağ olsun. Ən böyük əziyyət onun üstündədir. Sən bunları bizdən yaxşı bilirsən. Çünki biz müğənnilər sadəcə hazıra gəlirik. Biz öz məşqimizi etməliyik. Amma artıq o konsertdə nələr baş verir, Nələr baş nə verir, olur, o necə hazırlıqlar problemlər gedir. artıq Onlar arxada artıq- qalır. Bəli. Arxa kadrda heç kim bilmir. Amma ən böyük stressdə Tolik yaşayır məsələn. Toliki salamlayıram. Baxırmı bizə? Hal-hazırda izləyir Tolik. bizi. Mən səni salamlayıram, əziz dostum, Tarix Əliyev, can sağlığı arzulayıram. Çox sağ Uğurlar olun. arzulayıram, daim uğurların bol olsun dostum. Biz eyni tempdə gedən insanlarıq, yəni çalışmağı sevən, işləməyi sevən və istirahət eləməyi sevməyən insanlarıq. Odur ki, uğurlar. Düzdür, hal-hazırda da Uğurlar. izləyir. Buradan salam. Art Dekor'a təşəkkür eləyək. 30% endirimlərimiz davam edir. Art Dekor. Matan xanım burada da artıq şəkillər çəkir. Belə, Art Dekor bilirsiniz ki, ən gözəl aksesuarların məkanıdır. 30% endirimlərimiz var. Dekabr ayının 31-nə kimi. Düşünürəm ki, bir-birinizə hədiyyə bağışlayacaqsınız. Qızlar, hədiyyə alacaqsınız. O Siyaviçkalar. qədər hədiyyə Alması alması yerlərin insanların var, düzdür. Onun Gedirsən üçün Art mütləq. Dekora, Nərimanov heykəli ilə üz-üzə, Nərimanov prospekti 8C ünvanında. İki İndirim gözəl var. salonumuz var. Bəli, 30% endirim var. Sizə də buradan, bax, Matan xanıma da deyirəm, buradan səslənirəm birbaşa Art Dekora. Matan xanım, mən bugün sizin yanınızdayım. Show biznes əhlinə bir balaca da artıq endirim olsa daha da yaxşı olar. Çünki alacağımız yerlərimiz çoxdur. Hədiyyə verəcəyimiz yerlər çoxdur. Ona görə də hər kəsi Art Dekora dəvət edirəm. Kiçikdən böyüyə bütün aksesuarlar var. 30% endirimlər də var. Cehiz almaq üçün də gedə bilərsiniz. Çılçıraqlar, çay və yemək dəstləri, bax bu gözəl gördüyünüz meyvə qabları, gül qabları, hər şey var. Əsas odur siz istəyəsiniz və evinizin hər küncünü bəzəyən Art Dekor hər zaman yolunuzu gözləyir. Qapıları açıqdır. Gedin 30% endirimlərdən mütləq yararlanın. Təşəkkürlər sponsorumuz olan Art Dekora. Bravo. Uşaqlar, mənə bir şey maraqlı oldu. Mən bilməm, indi Altun, Rəsul, Sabir, Mənsur. Hansınız cavab verəcəksinizsə. Amma necə birləşmisiniz? Necə üç badan bir qoz ərsəyə gəldi? Buyur Mənsur. Buyur, Mənsur. Yəni biz məlumdur ki, biz ancaq sosial şəbəkələrdə fəaliyyət göstəririk də, Vine deyək də, Vine çəkirik. Və oturduq fikirləşdik ki, yəni bu hər şeyin bir əvvəli olduğu kimi, yəni sonunda var. Yəni biraz yəni təbii ki, bizi izləyicilər görürdü ki, Nə qədər izləyiciniz var? Çoxdur. Mən bu günləri bütövlükdə sizi hamı tanıyır. götürəndə hardasa 1 milyon yaxın İzləyiciniz var. toplayanda 1 milyon Dördünüzü yaxın. toplayın. Dördümüzü Bravo. bir yerdə. Bravo. Aha, və birləşdiniz, dediniz bir film Onlar eləyək. bizi İlk filminizdir mi?
ilk filmimizi, ilk böyük Uğurlar arzulayıram, mütləq gələcəyik. İnşallah. Mütləq. Aha, və 3 badam, bir qoz, yəni... Hədən, yəni... Ona o elə bir məsəl, elə ad qoymuşuq ki, yəni ona ancaq filmə baxandan sonra biləcəksiniz ki, niyə 3 badam bir qoz. Yəni ona film öncəsi açıqlama vermək istəmirəm. Mən deməli uşaqlara deyirəm ki, uşaqlar kadrlar gətirmisiniz, deyir yox. Deyirəm niyə? Deyir ki, bəs orada gəlib baxmarsınız axı. Ona görə də bizi çox intizarda saxlayıb kadrda vermirlər ki, mən sizə bir təqdim edim, heç olmasa bir balaca. Çox maraqlı film olacaqdı. Ayın 12-si biz dəvətnamə ilə gələcəyik, amma hər kəsi bu bayram günlərində, yeni ildə, 2017-ci ildə dəvət edirəm Nizami kinoteatrlarına, uşaqların ilk əməyidir, zəhmətidir. Biz lider olaraq hər kəsə hər zaman dəstək olmuşuq. Hər kəsə ilk addımlarını bax bizim proqramlardan atan çox olubdu və siz də düşünürəm ki, bu filmlə uğur qazanacaqsınız, amma məni unutmayacaqsınız, tağ eləyəcəksiniz, deyilmi? Mütləq. Mən bilmirdim siz belə. Tağ xoşlayan xoşlayan ya bu sadəcə bir mövzudur. Bax, mənim saçımın üzərindən Zeynabın yanında Nəzrin gətirdi. Belə Lamiyə xanım, bu da yazıblar. Dedim, nə? Mən tağ elədim, yox. Gördüm, hamı onunla yadıma düşdü. Yəni, yox, belə Instagram əslində sosial şəbəkədə çox olan insan deyiləm, amma var. Lazımdır var, ki... ya mənim də izləyicilərim var, pis deyil. Nə qədərdir? Var, demərəm. Sir saxlayıram. 1 milyon deyil, amma var. Belə, əslində, əziz tamaşaçılar, həyat tərzi, Instagramda həyat tərzi Lider TV yazıb bizi, bütün verilişimizdə olan hadisələri, bu uşaqları görə bilərsiniz. Amma bizim də var, Lamiyə Ələkbər qızı yazın, Lamiyə Ələkbərova girin və bizim Instagram səhifəmizdə izləyə bilərsiniz. Çünki mütləq dərhal bu reklam arası bir şəkil çəkdirib qoyacağıq. Bax, bu əsas vacib. Follow elə, follow, gör, like elə. Aha, deməli, Rəsul eşitdim qəşəng parodiyalar eləyir. Bəli, Rəsul. Möhtəşəm. Möhtəşəm parodiyalar. İnanın səmimiyyətimə, Röya xanımı. Ay, Röya xanımı öpürəm, qucaqlayıram, buradan salamlayırıq, elə hamımız salamlayırıq. Aha, parodiya eləyir. Elə parodiya eləyir ki, yəni tamaşaçılar buradan gözlərini yumsunlar, ancaq səsinə qulaq assınlar. Elə biləcəklər ki, Röya xanımdır. O dərəcədə. Rəsul, hazırsanmı? Hansı mahnı? Amma hamı gözünü yumsun. Ben necə yumsunlar? Qoytan biz yumaqda tamaşaçılar yox. Tamaşaçılar da yumsun da, görməsin. Yaxşı. Amma kanalı çevirmeyin. Ya da Rəsulu çəkməsinlər, başqa... Aha, düşünün ki, üzünüzü döndərin tamaşaçılar kənara. Rəsul, buyur. Siz də baxmayın. Mən də baxmıram. Mən baxıram bu tərəfə. Hansını istəyirik? Hansını daha yaxşı alınır? Hansı mahnısın birisi? Özüm bir mahnı. Səninəm. Səninəm. Aha, diqqət. Hə, əslində qaldığımız yerdən davam eləsək yerinə düşəcəkdir, çünki... Parodiyada qalmışdı. Reyhan. Hamı. Reyhan bizi gözləyir. Aha, biz qulaq asaq, gözümüzü yumaq. Hamı gözünü yumsun, sadəcə qulaq asın. Sən də ma. Aha, ortaya gəlirsən. Məncə elə burada... Yaxşı, buyur. Səninəm. İllər. Bu bir zarafat idi, bu parodiya. Mən parodiya eləmirəm. Elə belə dedik. İlk dəfə Sevinç xanım mahnısını oxuyanda o öz aləmində elə bir ki, onu parodiya edir. Yəni bu elə bir adamdır. Biz onu başa salamırıq ki. Biraz oxu baxaq da, elə bilək ki, sən onu parodiya. Yox, parodiya eləyə bilmir. Elə belə dedik, məcbur qaldı bizə görə oxun. Bu bir zarafat idi. İlk dəfə Sevil və Sevinç xanım da belə görəndə belə şokdaydılar. Mikrofona danış, eşitsin cəmaat. Oturmuşuq kinonu fikirləşirik, necə eləyəcəyik, kimləri dəvət etmək lazımdır. Bizə deyir ki, bilirsiniz necə gözəl parodiya. Mən də fikirləşirəm, aha, verilişə qonaq çağıracam, hamını parodiyası, baş üstə. İndi istəyirsiniz, Röyanı elə parodiya eləyir ki, inanın, gözünüzü yumsaz elə bilərsiniz ki, yanınızda Röya oturub. Deyim doğrudan, mən telefon götürüb çəkirəm, sən elə mən paylaşacam bunu. Başladı oxumağa. Akazvayca, on ne umeyt. Heç bacarmır. Bəs nə bacarır? Aktyorluq, sonra mahnı oxumaq. Doğrudan, zarafatsız. İndi nə deyəcəm, elə biləcək zarafat eləyirəm. Mikrofona, uşaqlar. Mən hətta deyirdim ki, canlı bir musiqiçi olsaydı burada, hal-hazırda bir şey eləyərdik. Niyə? Çünki şeir deməyi doğrudan çox gözəldir. Yəni bunu yalan demirəm. Özü yazıram da. Yalançılar yığışıb, bayram qabağı deyir, bunu yalan demirəm. Amma mən tam doğru
deyəcəm, uşaqlar zarafat eləsə də mən zarafat eləməyəcəm. Belə ki, Arteqadan danışacağım. Arteqa saça qulluq vasitələri bizim baş sponsorumuz. Dedim oxuyun, oxumadınız, keçdi sponsora. Belə, əslində əziz tamaşaçılar, gözəl izləyicilərimiz, artıq bilirsiniz ki, saçımıza qulluq eləmək hər birimizin borcudur. Və saçımıza qulluq, qızlar saçınıza qulluq eləyirsiniz də, İnstudiyada. Nuranə xanım, Hüseyin bəy, qulluq eləyirlər, qəşəng, Arteqadan eləyirlər də qulluğu. Hamısını. Hamısını, sözsüz. Bəli, buradan salamlayırıq İnstudiyanın bütün komandasını, İnstudiyanın nümayəndələri buradadır, hamımız oradan bəzənib gəlmişik. Belə ki, mən Qusi kimə salamlarımı çatdırıram, amma biraz sonra daha ətraflı danışacaq. Nuranə xanım, Zeynəb xanım, Nigar başda olmaqla hamısı bizim belə əziyyətimizi çəkirlər. Arteqa həm də İnstudiyada var. Bütün salonlarda var, əziz tamaşaçılar. Arteqanı nə marketlərdən, nə dükanlardan axtarmayacaqsınız. Ancaq və ancaq salonlardan tələb eləyəcəksiniz. Getdiyiniz salonlara deyirsiniz, Arteqadan məhsullar varmı? Saçıma qulluq elə. Zədələnmiş saçları bərpa edən və ya saç kranları aradan qaldıran, saç kranlar üçün nə qədər saçlarımız kəsilir, lazım deyil. Bunu sadəcə olaraq Arteqanın maskaları ilə aradan qaldırmaq olar. Arteqa saça qulluq vasitələri, Arteqa gözəllik dünyası var ki, bu salonda bizim stilistlərimiz çalışır və Vəfa xanım, Rita xanım, Elbrus bəy, Emma xanım, Sənan bəy, satış müdürümüzü buradan salamlayıram və yeri gəlmişkən deyim ki, sabah Sənan bəyin doğum günüdür, amma sabah təbrik edəcəm Sənan bəy sizin, bugün yox. Belə ki, Arteqa gözəllik dünyasında kampaniyalar keçirilir. Hər gəlin, saç düzümü və makiyaj edən gəlin dekabr ayının 31-nə kimi 100 manatlıq Arteqadan hədiyyələr qazanacaq, bəli, pulsuz və gəlin paltarı sifariş edən gəlinlər isə saç düzümünü və makiyajı pulsuz olaraq stilistlər onlara hədiyyə edəcəklər. Odur ki, bu bayram günlərində əgər elə gözəl-gözəl bəzənmək istəyirsinizsə hədiyyələr də olsun, xərciniz də çox getməsin, onda Arteqa gözəllik dünyasına müraciət edin. Yeri gəlmişkən deyim ki, elə Arteqadan Rita xanım bugün bizə çox gözəl bir saç boyasıdır, ya maskalardır, bilmirəm, amma çox gözəl bir prosedur təqdim edəcək, baxaq. Salam əziz xanımlar, bugün biz xanımımızın saçında ambre eləyəcəyik. İndi prosesə başlayaq. Bugünkü ambreni biz Lovely Light məhsulundan istifadə eləyəcəyik. Xanımın saçlarını valqaya yığdıq, indi isə yarım saat klimazon altında saxlayacaq. Xanımın saçının dibləri tünd olduğu üçün biz xanımın saçlarının diblərinə kraska qoyacaq.
Belə, çox gözəl. Təşəkkür edirik buradan Artega Gözəllik Dünyasına və Artega Saça Qulluq vasitələrinə. Yeri gəlmişkən deyim ki, Artega Gözəllik Dünyasında dekabr ayının 31-nə kimi həm də belə deyək, Vəfa xanımın prosedurlarına 50% endirimlər var. Vəfa xanıma müraciət eləyin və xüsusilə də tatuaj edən xanımlar, qaş tatuajı və enli tatuajları eləyən xanımlar mütləq dekabr ayının 31-nə kimi 50% endirimlərdən yararlanın. Permanent prosedurundan 50% endirimlərimiz var. Belə, uşaqlar, filmin rejissoru, ssenaristi, ssenari müəllifi kimlərdir? Kim danışacaq? Sabir, heç danışmamısan, buyur. Filmin rejissoru Rafael Bağıroğlu'dur. Operatoru Doktor Nizat Zeynallı. Senarist elə özümüz yazmışıq. Özümüzük 4 nəfərdir, bir də bir dostumuz var. Hansı ki burada yoxdur, Mehdi Sadiq. Niyə gəlməyib? İşi var idi? Yox, işi yox idi. Prosto 4 Dəvət eləməmişsiniz. Dəvətnamə verməmişik. Filmdə ümumiyyətlə, yəqin ki, başqa roldə oynayanlar da var. Yəni, təkcə baş rollar sizsiz. Onlar qoy sürprizi qalsın. İnşallah o filmdə özünüz görəcəksiniz. Kimlər rol alıb, kimlər almayıb. Mən istəyirdim adlarını çəkəcəkmi? Yox, adları çəkməyəcəyik. Məşhurlar varmı? Sizdən başqa məşhurlar varmı? Məşhurlar var, sürprizlər də var hətta. Sürprizlər də var. Yəni, heç kəs bəlkə gözləməz ki. Heç kim gözləməz. Bircə ayın 12-si olsaydı gedərdik, filmə baxardıq. Səbr eləyək. İnşallah. Sabir, buyur. Anlamaq lazımdır ki, düzdür, hal-hazırda öz əziyyətlərindən danışmırlar, amma bu kino bunlara belə deyək də rahatlıqla başa gəlmir. Çox əziyyətlər çəkiblər. Bakıda mı çəkilib? Bakıda da çəkiblər, rayonda çəkilib. Rayonda çəkilib. Ancaq yalnız Bakıdan kənara çıxmış. Amma bir şey vurğulayaq ki, bunlarda yayda baş verməlidir bu hadisə. Bunların bəxtindən 15 gün dayanmadan yağış yağdı. Fenlə qurudurdular asfaltı ki, yəni o kinonu çəkə bilsinlər. Yəni balaca bir fraqmenta görə günləri gedib, saat mən deyərdim ki, heç nədir onun yanında. Yəni çox əziyyət. Yay abu-havasını almaq üçün biz məcbur idik. Yəni ssenaridə onu dəyişmək olmazdı mı ki, o yay deyil? Yox, ssenaridə hadisə bir gün içində baş verir. Bir gün içində baş verdiyinə görə yəqin ki, bir günə fəsil dəyişə bilməz, ona görə də mümkün deyil idi. Məcbur idik, yeri qurulayaq. Eybi yox, yəni yaxşı olub. Keçən ilə danışıqda bir dəsmalım Elə kövrəlirəm. Kövrəl, heç nə olmaz. Amma ayın 12-si düşünürəm ki, bütün tamaşaçılar mütləq Nizami Kinoteatrına gedib 3 Badam Bir Qoz filminə baxacaqsınız. Bəli, inşallah, amma qala gecədən sonra da inşallah bizi Gəncədə də gözləsinlər, Naxçıvanda gözləsinlər. Söz veriblər ki, məni doğma yurdum Masallıya da aparacaqlar. Qala gecələr... Sən söz verməmsən mənə? Yox, indi bu danacaq o. Amma ki, yəni ki, uşaqlarla bərabər olacaq. İmza günləri keçiriləcək. Düzdür, kinoda heç bir saniyə belə görünməmişik, amma ki, uşaqlarla bir yerdə olacaq bütün qala gecələrdə. Niyə qızları çəkmədiniz? Qızlar niyə filmə çəkilmədi? Çünki qızlardan da məşhur bir insan çəkiblər ora, amma söyləməyəcəm artıq kimdir. Mütləq istəyirəm buradan Camal əmini salamlayım. Bizi hal-hazırda Moskvadan izləyir. Camal əmi, əminəm ki, siz də o qala gecədə bizimlə bərabər olacaqsınız yanvarın 12-si. İnşallah. Yox, filmə niyə çəkilməmisiniz? Dəvət eləməyiblər bizdən. Niyə dəvət eləməmişsiniz? Seva, min dəfə demişəm. Pişik kimi arxamı yerə vurma, pulları çatmadı. Yox, pulda söhbət. Bəs dostluq, pulsuz çəkilərdiniz də. Heç dəvət də etmədilər, tam səmimi deyim. Sən kim demişdi pul söhbətini? Cavab ver. Deyir, bəs dostluq. Amma yox, heç dəvət etməyiblər axı. Yəni demədilər, istəyirsinizsə çəkilir. Nətər dəvət etmədilər? Deyirsiniz ki, siz pul fikirləşirsiniz. Yox, hadi aydınlanma gətirin, aydınladın görün məsələni. Aydınlatma gətirin. Burada başqa söhbətlər var. Burada başqa söhbətlər, nə idi söhbətlər? Mən uje qaranlıq şeylər görürəm. Mən verişi tərk. Veriliş neynəsin o? Rus demişkən priçom. Qaranlıq şeylər, hadisələr baş verib açıqlayın. Veriliş odur ki, açıqlayın. De qardaş, de. Xoşuma gəldi bu söhbətdə. Nə olmuşdu orada? Niyə bizi dəvət eləmədiniz? Niyə dəvət eləməmişik? Əslində. Niyə? Biz... Altın bir şeylər düşünmə. Bu ssenarini yazma. Ssenarini yazma. O ssenarini biz çoxdan yazmışıq. Reklamlar deyil. Yox, reklamlar deyil. Əslində. İndi reklamlara qədər əslində deyim. Vaxtımı öldürmə sponsorlarım. Yox, xarakterlərə uyğun yazılmışdı. Bəli. Min xarakterlərdə sevil və Sevinç xanım... Mikrofonu ver.
Mikrofonu ver, düz deyir. Mən razıyam. Biz Qızlar, zəng elədik, cavab 3-4 verin. dəfə zəng elədik, telefonlarına zəng satmırdı ona görə. Mən tolik axtarardınız. Borcdan bağlı idi telefonları. Borc ver, ona görə oxuyurlar ki, kontur vursunlar telefonlarını. Deməli, Mansur siz necə baxır bizə belə? Görüm axırı nə olacaq bu söhbətin. Nə baş verir Mansur? Ssenari mi fikirləşirsən? Nə deyim? Niyə çəkməmişik? Hə, Mansur bir nişana getməli idi. Verilişə gəlib nişana gedib Gəncəyə. İcazə versəniz mən bir Təbrik təbrik eləyək. eləyərdik. Buyur. Bizim yaxın dostlarımızdan biri Nicat, yəni bir çoxların Niko Sayğı kimi tanıdığı Nicat Mütəllimovun bugün nişan mərasimidir. Biz onu Təbrik dostlarımız edirik, adından təbrik və edirik. biz də sizin adınızdan icazə versəniz. Ürəkdən təbrik edirik. Nişan gününüz mübarək olsun. Təbrik edirəm. Nişan gününüz mübarək olsun. Hamımız Xoşbəxt subay, olasınız. Hamımız subayı Sağ inşallah əli hamı, 2010 altı gözləyirik. nəfər subay oturub burada. Hə, Altınızın da başına gəlsin. Nişanlanasınız. Belə mən də efirdən gecikim. Ancaq gəlim çatım. Efirdə canlı təbrik edirəm sizi gəlib. İnşallah. Bundan gözəl İnşallah. arzu yox da bu İnşallah. bayram qabağı, düzdürmü? Amma eviniz varmı? Şəxsi eviniz varmı? Necə? Evlənəsiz, amma ev varmı? 3-cü binanın blokunda yaşayıram mən. Valideynlərinizlə? Təbii ki, ev var, hə, Tək valideynlərimizlə özünüzün yaşayırıq. eviniz varmı? Yəni Tək söz özümüzün deyəcəm. deyəndə həyət evidir. Yəni böyük evdir də. Öz adınıza ev varmı? Öz adımıza yox, öz adımıza. Ay qızlar, hə sözü deməyin, öz adlarına ev yoxdur. Öz evimiz deyil, prosta öz adımıza keçməmişik də. Adınıza keçməyə ehtiyac yoxdur. Melisa'dan ev almaq lazımdır. Bəli. Buradan baş sponsorumuz Melisa Qrupa təşəkkürlərimizi bildiririk. Və bu 4 gənc oğlan subaydılar, evlənməyiblər. Mən düşünürəm ki, Melisa nömrələrini verin, qoy görsünlər zəif vursunlar. Düşünürəm ki, mütləq Melisa'dan ev almaq istəyəcəklər. Çünki qarşıda nişan gözləyir bizi, toy gözləyir. Bu gəncləri evləndirmək var. Melisa Residence-də bizim çox məşhurlarımız ev aldı. Yəni bizim verilişin vasitəsi ilə də, bizim verilişin köməkliyi də çox oldu. Çünki gəldilər buradan tanıdılar, bizim efirdən baxdılar, tanıdılar, bildilər. Və mən sizə də arzu edirəm. Hər biriniz, əslində hər kəsə evləşikli olmağı arzu edirəm. Və arzu edirəm ki, hər birinizin evin adına ayrı-ayrılıqda ev olsun. Qoy 2 ev olsun, 3 ev olsun. Amma olsun. Və Melisa Group, bilirsiniz ki, dekabr ayının 31-nə kimi kampanyamız davam edir və ev alan hər kəsə mətbəx mebeli hədiyyə olacaq. Uşaqlar çox sevindiricidir. Mətbəx mebeli 2000-3000 pul aparır. Onu niyə verirsiniz ki? Ev alın, mətbəx mebeli də içində olsun. Və bilirsiniz ki, bu ünvan ümumiyyətlə 20 yanvar metrosundan Tusiyə tərəf gələndə, klinikaya tərəf, yolun sol tərəfində böyük bir şəhərcik var. Bu şəhərcik Melisa Qrupa aiddir. Melisa yaşayış kompleksidir. Və bu şəhərcikdə hipermarketlər, bax, böyük bir şəhərcikdir, görürsünüz ekranlardan. Hipermarket, spa mərkəzləri, restoranlar, dayanacaqlar və bağça, hər şey var. Yəni, bir evdə arzulursan, həyətimdə bu şeylər olsun, nə arzuluyuruqsa, hamısı var. Odur ki, sadəcə qalır ki, gedəsən, pulunu verib ev alasan. Tam təmirli də ola bilər, təmirsiz də ola bilər. Və təmiri özünüz də eləyə bilərsiniz. Bax, belə tam təmirli mənzillərdə sizə təbii ki, Melisa Group verəcəkdir və əsas o deyil. Əsas, uşaqlar, bilirsiniz nədir? Kupçası var. Əsas kupçası var. İndi elə evlər var ki, heç onun texniki pasportu yoxdur. Durun, gedin, ev alın. Kupçası var, qaz isitmə sistemi, isitmə sistemi var, qazı var, hər şey var. Sadəcə Melisa Qrupa nə lazımdır? Sizə nə lazımdır? Gedib Melisa Qrupdan, yəni baş ofisimizdən maraqlanmaq. Mən dedim, məndən demək, amma daha ətraflı Ulduz 3939 və ya 050-240-39-39-a zəng vurursunuz, daha ətraflı məlumatı alırsınız. Yeni ilə qədər evlərimiz məhduddur. Gedin, ev alın, qoy mətbəx mebeli sizin üçün hədiyyə olsun. Bravo buradan. Melisa Qrupun bütün kampaniyasını, bütün komandasını, bütün ofisdə işləyən, çalışan hər bir kəsi buradan həm salamlayıram, həm də bayramımızı ürəkdən təbrik edirəm və düşünürəm ki, hələ yeni ildə, 2017-ci ildə çox maraqlı kampaniyalar bizi gözləyir. Çünki Melisa Qrup daima öz üzərində işləyir və daima bizim xalq üçün çalışırlar və xalq üçün istənilən hədiyyəni eləyirlər. İnanın, bu ev bizim üçün bir hədiyyədir. Çox sağ olsun. Melisa Qrup, təşəkkürlər. Bizə təşəkkür edirik. Melisa. Çox gözəl. Oxuyaq mı? Ev alanlara oxuyaq və bizim nişanı olan bir qardaşımız var Gəncə şəhərində. Onun içində bir nəğmə gəlsin əkizlərdən. Pulsuz oxuyurlar. Toya gəlsələr pul alacaqlar. Oxuyun. Koydun yine tek tenhalığa, sensizliğe dözmez bu
Əslində bugün gözəl bir gündür. Və mənim çox gözəl dostum, illərin dostu, bəlkə bir 21-22 ildir dostluq eləyirik. Bilmədiniz, bildiniz. Faiq Ağayevin, Respublikanın xalq artisti, gözəl dostumun bugün doğum günüdür. Mən ürəkdən təbrik eləyirəm Faiq. Bu xüsusi təbrikdir sənin üçün. Sən bilirsən, sən nə qədər çox istəyirəm və illərdir ki, biz Faiqlə dostluq eləyirik. Bugün onun doğum günüdür. Mən anana can sağlığı arzu eləyirəm Faiq. Çünki əsas başımızın üstündə valideynlərimiz olmağı bizim üçün çox vacibdir. Və can sağlığı arzu eləyirəm. Əziz dostum, daima xoşbəxt ol, üzün gülər olsun. Həmişə bax, 20 ildir necə varsan mənim üçün, bax belə də qal, hələ 20 il, 25 il, 30 il, 40 il bundan sonra da. Və ən əsası bugün və sabah Faiq Ağayevin konsertidir. Bu konsert proqramına hər kəsi dəvət edirəm. Heydər Əliyev adına sarayda böyük möhtəşəm konsert proqramı sizi gözləyir. Faiq Ağayev öz gözəl çıxışı ilə hər kəsin qarşısında neçə illərdir, bir neçə ildir ki, konsert keçən il görməmişəm də, axır bir neçə ildir ki, amma konsert proqramı ilə çıxış edir və sürprizlər dolu konsert təqdim edir. Bəli, bu sürprizlər də bugün sizi gözləyir. Bugün və sabah konsertinə də hər kəsi dəvət edirəm. Çünki özüm də sabah gedəcəyəm o konsertə, orada olacağam. Faiq, bir daha ürəkdən təbrik edirəm. Buyurun. Buyurun, siz də təbrik Biz də təbriklərə qoşuluruq. Təbrik edirik. Qoşuluruq biz də təbriklərə. İnşallah konserti xeyirli uğurlu olsun. Amin, xeyirli uğurlu olsun, amma mütləq söyləmək lazımdır ki, verilişdə açıqlama vermişdi ki, inşallah konsertdə iştirak edən tamaşaçılarımız nəhayət Faiq müəllimin sevdiyi bir xanımla tanış olacaqlar. Bu günləri sevdiyi bir xanımı təqdim edəcək tamaşaçılara. Mənə çox maraqlıdır. Onun çox maraqlı. Bizi izləyən tamaşaçılarımızı konsertə dəvət edirik. Çox maraqlıdır. Biz isə Ləmiyə xanım sabah sizdən oradayıq. Sabah biz konsert proqramına, möhtəşəm konsertə baxacağıq və öz təbii ki, həmişə olduğu kimi gözəl, möhtəşəm, belə də bir keyf vaxtıdır, keyf sahadı sabahdır bizim üçün. Sizin üçünsə bugündən başlayır, gedin və o konsertdə iştirak eləyin. Və daha bir dostumuzun, bizim Roşkanın yaxın dostu İlyas bəyin 27 yaşı olacaq. Bugün 27 yaşı tamam olur. Ürəkdən təbrik edirik İlyas sizi. 27 yaşınız mübarək olsun. Yoldaşı Şəlalə xanım, atası Qəşəm bəy, anası Telli xanım və təbii ki, Roşka sizi ürəkdən təbrik edir. Xoşbəxt olun, can sağlığı. Təbrik edirik. Daha başqa ad günü olanlar varmı? Dostlarınız və ya? Buyurun. Ümumiyyətlə bu günləri kimin doğum günüdürsə, hər bütün kəs doğum günlərini ürəkdən təbrik edirik. Əslində, hər kəsə xoşbəxtlik arzu edirəm. Əslində, dostlar, mən çox arzu edirəm ki, bizim xalqımız xoşbəxt olsun. Hamının canı sağ olsun. Bir balaca da ruzu bərəkətimiz olsa bəs eləyir. Yəni, tam yaşamaq üçün gözəl bir şərait ancaq Azərbaycandadır. Ən yaxşı məkan, gözəl bir dövlət elə bizim dövlətdir. Sakitçilik, firavanlıq, əminamanlıq. Hazırlaşırıq yeni ilə. Yeni ildə möhtəşəm olacaqdır. Yeri gəlmişkən deyim ki, dekabr ayının 31-i canlı marafon olacaq Lider televiziyasında. Tezdən 9-dan başlayaraq saat 12-yə kimi Elton, Hüseyn Əliyev və Diva səhnəmizin divası Aygün xanım sizinlə görüşə gələcək Lider televiziyasında. Saat 13:30-dan başlayaraq isə düz saat 19:00-a qədər canlı marafonda kimlər olacaq, kimlər? Nuri Səlirəndirici öz gözəl orkestri ilə olacaq. Gönül Kərimova, Mətanət İskəndərli və kimlər? Daha çox, bir çox müğənnilər, əkizlər, seviçkalar olacaqdır. Odur ki, mütləq baxın, bizi izləyin və dekabrın 31-i axşam saatlarında saat 9-dan 21:00-dan başlayaraq sizə elan elədiyimiz bulvardakı möhtəşəm konserti efir vasitəsilə izləyəcəksiniz. Həm konserti, həm də özünüzü. Kim ki o konsertdə iştirak eləyibdir. Belə. Və Dəniz Mebel salonu bizim sponsorumuz. Verilişimizin yavaş-yavaş sonuna yaxınlaşırıq. Bilirəm, Instagramda yazırsınız ki, nə gözəl ki bu dostları çağırdınız, nə gözəl ki bu gənclər bir verilişdədir. Hər kəs sizi tərifləyir və mənə sağ ol deyirlər, sağ olsunlar. Mən sevinirəm. Biz də sizə çox sağ olun. Belə. Mən isə Dəniz Mebel salonuna buradan təşəkkürümü bildirmək istəyirəm. Kadrlar hazırdırmı? Biz Dəniz Mebel salonunda yenilikləri göstərək. Şaxta baba yeniliklər gətirir bizə. Dəniz Mebel salonunda endirimlər davam edir. Kampaniya davam edir. 3-1-də kampaniya, cehizlik kampaniyası, bahalı hədiyyə var 3-1-də. Yəni qonaq, yataq, yumşaq dəstə alan hər bir kəsə çox bahalı hədiyyəmiz var. Və belə ki, endirimlər çatırma, quraşdırma pulsuzdur, dizayn xidmətləri pulsuzdur. Endirimlər öz yerindədir. Yeni il üçün xüsusi endirimlər var.
Və yeni kolleksiyanı, yeni mebel kolleksiyasını orada görmək üçün mütləq Dəniz Mebel salonuna getməyiniz çox vacibdir. Çünki Türkiyədən və Rumıniyadan gələn, İtaliyadan gələn mebel dəstləri elə Dəniz Mebel salonundadır. Uşaq dəsti, qonaq dəsti, yumşaq dəst, rəngarəng dəstlər, ofis mebelləri, gənc odası, ofis mebelləri ümumiyyətlə fərqlidir. Elə ofis mebelləri başqa salonlarda mən görməmişəm. Babək prospektində yerləşən Dəniz Mebel salonuna hər birinizi dəvət edirəm. Bu bayram günlərinə mütləq gedin. Demirəm ki, pəncərəni açın və mebellərinizi çölə atın, yenilərini alın. Amma ən azı, İtalyanlar elə eləyir də, ən azı yeniləyin. Çünki həyat tərzinizdə bir yenilik gələcək, bir abu-hava gələcək və yeni, ümumiyyətlə evdə bir adi bir, bayaq dediyi bir fincan yeni olanda insan üçün nə qədər gözəl olur. Razıyam. Elə pəncərəni açıb tullamaq lazımdır. Mənim adətim budur məsəl üçün. Yeni ildə hər şey yeni olmalı. Yeni olsun, bir Qiymətlər o qədər əlverişlidir ki, onun üçün hər bir vətəndaşın cibinə uyğun qiymətlər var deyə rahatca elə evdəki mebellərin hamısını pəncərədən atırıq və yenisini atıb sındırmayaq da, onlar da yığaq qaraja. Atıb sındırmayaq, deyil mi? Atsaq sınacaqdır, qaraja yığaq sonra lazım olur. Yerə masalka qoyub atırıq ki, sınmaz. Bağ mebelləri, bağa getmək üçün apararıq ora, amma evdə bir balaca da yenilik eləyin, xahiş edirəm. Çünki həyat tərzinizə yeniliklər gələcək və 31 dekabr yeni ili yeniliklərlə qarşılayın. Bu bizim arzumuzdur. Təşəkkürlər Dəniz Mebel salonuna və bütün kollektivi ürəkdən təbrik edirəm. Sabah möhtəşəm proqramımız olacaq. Yeni ili üçün, deyim də burada, Nasbəri xanım Dostaliyeva qonağımız olacaq. Və daha kimlər olacaq, onu ancaq verilişdə görəcəksiniz. Sadəcə, baxın, bir məşhurumuzu dedim, bir xalq artistimizi dedim ki, artıq biləsiniz ki, burada nələr baş verəcək. Salamlayırıq Nasbəri xanımı buradan və sabah gözləyirik. Belə, uşaqlar, proqramımızın yavaş-yavaş sonuna yaxınlaşırıq. Bir sözünüz varmı? Biz təbii ki, sözümüz var. Təşəkkür etməliyik sizə. Çünki doğrudan da Lider kanalı hər zaman gənclərə dəstək olub. Hər zaman əlimizdən tutub irəli çəkmişsiniz. Yeri gəlmişkən elə bizim də Yeni Ulduzdan sonra ilk çıxışımız elə Liderdə olub. Siz bizi dəstəkləmişsiniz. Onun üçün əminəm ki, sizin əliniz elə bax bu gənclərə də düşərli olar. İstədikləri qədər kino çəkib yetərincə pul qazanarlar inşallah. Təşəkkür edirik hər birinizə. Bayramınız mübarək olsun. Laymə xanım, biz sizinlə elə görüşəcəyik. Onun üçün mən sizinlə burada sağollaşmıram. Təşəkkür edirik dəvətiniz üçün. Biz də bir daha həyat tərzi verilişinin heyətinə, Lamiyə xanım sizə sevinç bazılarından minnətdarımızı bildirdik. Ki bizi tanış elədilər. Sevinç bizi tanış elədi. Bəli, bəli. Doğrudan belədir. Əslində qoy bilsinlər. Niyə də yox? Əslində hər bir işdə xeyir var. Əslində hər bir, görürsünüz birdən nəsə bir alınmırsa, niyə alınmadı? Amma o alınmamakda bir xeyir var. Ona görə də hər bir xeyrin arxasında da gözəl dostlar olmalıdır ki, o xeyir elə xeyirliklə yerinə yetsin, deyilmi? Və bir daha sizin efir vasitəsilə əziz izləyicilərə, əziz dostlara çatdırmaq istəyirik ki, yanvar ayının 12-si Nizami Kinoteatrında bizim Üç Badam Bir Roz filminin qala gecəsi olacaq və hər birimizi orada gözləyirik. Belə, təşəkkürlər İnstudiyaya, saç düzümə görə Qusik Simon, vizaja görə Zeynəb. Çox təşəkkürlər İnstudiya. Yeni iliniz mübarək olsun dostlar. Qusik bir neçə gündür ki, mənə belə gözəl saç düzümləri. Qusik həmişə olduğu kimi arxasını, saçımın arxasını. Mənə deyib ki, Lamiyə xanım mütləq saçının arxasını göstərin. Ona görə bir şou olsun da. Bir göstərin saçımın arxasını da. Belə. Kim gəlinlər bəzənmək istəyirsə, saçlarınızı gözəl-gözəl görmək istəyirsinizsə, onda Qusik Simona müraciət edin. Sizin də yəqin təşəkkürləriniz olacaq. Bəli, bizdə isə Nuranə saç düzüm hər zaman olduğu kimi, makyajda Zeynəb. Belə, Axçiçəyimə təşəkkürlər düşür. Çünki bax bu gözəllik, studiyamızda yaradılan bu gözəllik Həci müəllim başda olmaqla Axçiçəyim komandasına çox böyük təşəkkürlər. Gözəl günlərinizi Axçiçəyimdə mütləq qeyd edəcəksiniz. Necə? Gözəl gününüzdür, ad günüdür və ya yeni ildir. Bilirəm çiçəklər alacaqsınız. Axçiçəyimə bir telefon açırsınız, gəlir, çiçəklər özləri gəlir sizə. Odur ki, təşəkkürlər Həci müəllim başda olmaqla hər bir Axçiçəyimin nümayəndəsinə. Qızlar, bugün üçün sonuncu mahnımızı oxuyaq. Sonuncu mahnını oxuyaq. Bugün üçün. Sevdiyim adam, musiqisi sözləri Vasif Əzimov. Oxuyaq. Sağ olun, sabah görüşəcəyik. Mənə ölü desə öləsiyəm,
O benim ömrüm, hayatım, ben de yarımın nefesiyim. O benim ömrüm, hayatım, ben de yarımın nefesiyim. Onu hiç kim sevebilmez, ne kadar ki sevilem ben. Onu kalbimin derinliklerinde gizlettiğim hemin adam. Onu sevdiğim adam, onun yüreğimde başkadır yeri tamam. Onu kalbimin derinliklerinde gizlettiğim hemin adam. Onu sevdiğim adam, onun yüreğimde başkadır yeri tamam. Daha ne gem var ne de keder, ben sevdiğim beni sever. Deme hoş gün görmemişem, onu gördüğüm güne kadar. Deme hoş gün görmemişem, onu gördüğüm güne kadar. Onu hiç kim sevebilmez, ne kadar ki sevilem ben. Onu kalbimin derinliklerinde gizlettiğim hemin adam. Onu sevdiğim adam, onun yüreğimde başkadır yeri tamam. Onu kalbimin derinliklerinde gizlettiğim hemin adam. Onu sevdiğim adam, onun yüreğimde başkadır yeri tamam. Onu kalbimin derinliklerinde gizlettiğim hemin adam. O da sevdiğim adam, onun yüreğimde başkadır yeri tamam. O da kalbimin derinliklerinde gizlettiğim hemin adam. O da sevdiğim adam, onun yüreğimde başkadır